bu dünyanın lənətlənmiş olduğunu, bu dünyada heç bir xeyrin olmadığını biz bilsək, vallahi bizim qəlbimiz çox təmiz olar. Biz birimizə kin, küdurət, həsəd aparmarıq. Nə üçün insanlar vuruşurlar, dalaşırlar, küsürlər? Vallahi, billahi, tallahi dünya üçündür. Onun başlığında dünya var. Bəzən də mərdi qova-qova namərd edirik özümüz. Olur, həqiqətən olur. Mərdi qova-qova namərd edirik. Artıq o dində də problemə düşür. Bir qardaş xəta eləyir, səhv eləyir, düşürük onun üzərinə. Onun xətasını bəyan eləyirik. Biz ancaq bəyan. Belə bir bəyancılarıq. Nə olub qardaş? Bir müsəlmandır. Təzə çıxıb bu qəbirpərəstlikdən, təzə çıxıb bu pirlərdən, ocaqlardan, üfunət, zülmət əqidələrdən təzə çıxıb 2 ildir, 3 ildir. Nə düşmüsən bunun üzərinə? Məhv edirsən onu. Pis günə qoyursan onu. Bax, evdə qadınların üzərinə elə düşürlər, görürlər ki, bu insan 20 ildir pirpərəst olub, ocaqpərəst olub. 20 ildir bu filan ağaları çağırıb. İndi düzəlib, tövbədə gəlib, tövbə eləyib, şu başqa şeylər tələb edirlər ondan. Olmaz belə qardaşlar, olmaz. Görürsən ki, bu problemlər gətirir axırda bizi hara aparır, bizi bir-birimizin ədavətə aparır, problemlərə aparır. Səbəb də əziz qardaşlar dünyadır.